Dostlar, bir neçə gündən sonra Green Card qeydiyyatı artıq start götürür. Hamı bildiyi kimi 7 oktyabr və 8 noyabr aralığında bu qeydiyyat davam edir və Green Carddan bir çox sayda insanlar qeydiyyatdan keçir ki, qalib olsunlar və Amerika Birləşmiş Ştatlarına viza əldə edib köçsünlər və orada yaşasınlar. Təbii ki, bu qeydiyyatın özünə məxsus qaydaları var və bu il Green Card ümumiyyətlə müəyyən yeniliklər əlavə etdi öz lotereyasına və onlardan biri də və düşünürəm ki, çox əlverişli, təbii ki, qaliblər üçün əlverişli olan bir məsələdir ki, artıq Green Card qalibi olan şəxs Gürcüstana yollanmayacaq, elə öz ölkəsində, yəni Azərbaycanda səfirliyə yaxınlaşaraq lazımlı sənədləri verib vizanı əldə edə biləcək. Yəqin ki, məlumatınız var. Əvvəllər Green Card qalibləri Gürcüstana yollanırdılar və bu da ortalama ən azından 300 və 500 dollar arası necə deyərlər, xərc tələb edirdi. Amma artıq buna ehtiyac yoxdur. Əgər sizə maraqlıdırsa, videonu bəyənin, şərh yazın. Mən sizə Green Card qeydiyyatı haqqında, onu necə düzgün keçmək lazımdır, şəkil necə olmalıdır və bir sözlə qalib olma şansınızı necə artıra bilərsiniz haqda məlumat verəcəm.